Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Hamınızı xoş gördük. Bugün bazar günü və istirahətləriniz xoş olsun. Sabah həftənin bazar ertəsi, qoy işləriniz uğurlu olsun. Nə planlarınız varsa yerinə yetsin, nə arzularınız varsa ürəyinizdə qalmasın. İşləriniz uğurlu, xeyirli, ruzulu, bərəkətli olsun. Və bugün özəl bir gündür. Bugün gözəl bir gündür. Bugün MTV kanalının düz 13 yaşı tamam olur. Əlbəttə ki, bu təbrik məhz mənə nəsib oldu ki, efirdən hamını təbrik edeyim. Bəli, düz 13 il bundan qabaq MTV kanalı əyləncəli proqramlarla Azərbaycanın efir məkanına gəldi. Və balaca MTV böyüyə gəldi artıq 13 yaşı. Bu günləri məhz 11 may MTV kanalının 13 yaşı tamam olur. Və MTV kanalı bugünə qədər öz sözün demiş bir kanaldır. MTV kanalı Azərbaycanın incəsənətinə, mədəniyyətinə, Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edən bir kanal olaraq öz möhrün vurdu. Və son illərdə də MTV kanalında gedən verilişlərdən görürsünüz ki, hər səpkidə verilişlər var. Biri-birindən dəyərli verilişlər var, maarifləndirici verilişlər var, istedadlı olan gənclərimizi irəli çəkməyə var. Yəni, bu missiyanı MTV kanalı öz üzərinə götürdü və estafeti də davam etdirir. Və inşallah ki, gələn sezondan, sezon deyək də, yəni sentyabr ayından daha möhtəşəm, yeni mövsümdən daha gözəl planlarla, daha gözəl, biri-birindən dəyərli verilişlərlə sizin qarşınıza gələcək. Odur ki, MTV kanalına baxmağı unutmayın. Bu bayram münasibəti ilə başda rəhbərlərimiz olmaqla MTV kanalının rəhbəri şəxsən Ədalət bəy sizi, Elsevər müəllim sizi və bütün əməkdaşlarımızı A-dan Z-yə qədər bu kanalda əməyi olan aparıcılarımızı, texniklərimizi, operatorlarımızı, səs rejissorlarımızı, bütün əməkdaşlarımızı MTV kanalında çalışan xadimədən tutmuş, ondan sonra mühafizəçilərdən tutmuş, bütün montajörlərdən tutmuş, yəni ki, tək mənimlə deyil, görün nə qədər briqada işləyir. Yəni, bu kanalın o qədər məsuliyyətli işləri var ki, ona görə də başda rəhbərlərimiz olmaqla bütün əməkdaşları təbrik edirəm. Gün o gün olsun, 13 olsun 23, 23 olsun 33, 33 olsun 43 və inşallah ki, gözəl-gözəl verilişlərlə sizi daha da feyziyab eləyək. Və bu bayram münasibəti ilə hamınızı təbrik edirəm, içimdən qarışıq və nə xoş mənim halıma ki, bu günləri MTV kanalının 13 yaşın mən qeyd edirəm. Və burada ona görə də xoşbəxt aparıcıyam və illərin aparıcısı olduğuma görə bu missiya məhz mənim üzərimə düşdüyünə görə var olsun, var olsun, var olsun dövlətimiz, xalqımız, millətimiz ki, bax, xalqımız var ki, xalqın zövqünü oxşayan bu verilişlər də var. Ona görə də artıq görürsünüz ki, bax, 13 il yorulmadan sizinlə çalışan MTV kanalı rəhbərliyi və bütün əməkdaşlarını burada alqışlayıram və deyirəm bayramınız mübarək olsun, təbrik edirəm. Bəli, bu bayramdır. Bəli, bu özəl bir gündür. Bugün anılan bir gündür. Çünki bu günləri xatirələrdə qalan bir gündür. Ona görə də hamınızı efirimizə baxmağa dəvət edirəm. İndi isə sponsorumuz haqqında danışmaq istəyirəm. Siz bilirsiniz ki, bizim etiraf proqramının sponsoru Divan Konsept Mebel mağazasıdır. Və hər bir çeşiddə, hər bir ölçüdə sizin istəyinizlə, hətta sizin eviniz kiçikdirsə, kiçik ölçüdə, böyükdirsə, böyük ölçüdə siz sifarişlər verə bilərsiniz. Çeşid və çeşid, biri-birindən gözəl, rəngarəng, yataq dəstləri, qonaq dəstləri, ondan sonra ofislərinizə, bağınıza, hər yerə
hər cür mebellər sifariş verə bilərsiniz və axtardığınız mebelləri Türkiyədə yox, yalnız Azərbaycanda Divan Konsept mebel mağazasında tapa bilərsiniz. Ona görə də hamınıza üz tuturam, deyirəm ki, ailə qurmaq istəyən xanımlarımız, nişanlı xanımlarımız, əgər cehizləriniz konsept mebeldən deyilsə, vallahi o cehiz sayılmır. Çünki Divan Konsept mebel mağazası artıq öz mührün vurub. Hələ yeri gəlmişkən, bu günləri təbrikə bizim sponsorumuz Divan Konsept mağazasının rəhbəri Tural bəy özü gəlib, dəvət eləyək, özü də bizim bu xoş günümüzdə gəlsin, təbriklərini bildirsin. Tural bəy, buyurun, gəlin. Həmişə siz gələsiniz, xoş gəlmişsiniz. Necəsiniz? Axşamınız xeyir olsun, sağ olun. Necəsiniz? Gəlin bura, gəlin bura. Təşəkkür edirəm, var olun, çox sağ olun, minnətdaram Gülçin. Çox sağ olun ki, bizim bu özəl günümüzdə bizim yanımızda oldunuz və bizi təbrik edədiniz. Təşəkkür edirəm. Sağ olun, var olun. Bütün ekran qarşısında olan tamaşaçılarımızı salamlayıram. Sizin bütün rəhbərlik başda olmaqla bütün kollektivi təbrik edirəm. O Johnson 100-lüyünüzü qeyd edəsiniz. Həmişə belə uğurlu kanallar aparası verişlər. Amin, amin. Çox sağ olun, təşəkkür edirəm ki, gəldiniz. Amma gəldinizsə, bir balaca öz işiniz haqqında da məlumat verərdiniz. Öz işimiz İlhan bəy, bizim işimiz mebeldir, bunu hamı bilir və nəzərinizə çatdırmaq istəyirəm ki, tamaşaçılar da bilsin. Bütün ölçüdə, istənilən ölçüdə, belə deyək də, mebelləri birbaşa fabrik qiymətinə, depo qiymətinə sizlərə çatdırılmasını edirik, özünüz də bilirsiniz, gəlib baxmışsınız və bir neçə tanışınızın da belə deyək, mebellərini quraşdırmışıq. Xam mal, yəni Türkiyədən gəlir, aksesuarlar Türkiyədən gəlir, özünüz bilirsiniz, bu günlərə çıxıram. Və istəsəniz, birbaşa mebelləri Türkiyədən də gətirə bilir. Yox, bəzi, belə deyək də, mənzillər var ki, özəl sifariş istəyir, evin dizaynına uyğun. Bəli. İstənilən şəkillə, istənilən bir, belə deyək də, dizaynı veririk. Bizim dizayn xidmətimiz pulsuzdur, özünüz bilirsiniz. Bütün evin mebellərini bizdən, belə deyək də, yığdıran müştərilərə mətbəx mebelləri və hədiyyədir, onu da bilirsiniz. Bəli. Belə deyək də, kampaniyalarımız çoxdur, çox belə vaxtınızı almaq istəmirəm. Onu da bilirəm ki, bir dənə adi şəxsiyyət vəsiqəsi ilə kredit yolu ilə də, bəli. Zamansız, araçsız 10 dəqiqə ərzində kredi rəsmiləşdiririk və indi al, toydan sonra ödə kampaniyamız da var. Bizim toylarımızı baxma düşmədi də. Onu da o gün siz dediniz, təşrif elədiniz, biz də razılaşdıq. Nə gözəl. Sizin xətrinizə gəlsinlər, belə deyək də, cavanlarımız, gənclərimiz, toy qabağı bilsizlər, raskot çox olur. Gəlsinlər, mebelləri alsınlar, toydan sonra gətirib ödəsinlər. Evlənin, mebellərinizi düzün, toyunuzu da eləyin, toydan sonra gidin Tural bəyin yanına, ondan sonra hesab kitabı eləyərsiniz. Əsas budur. Tural bəy, çox sağ olun. Siz sağ olun. Bu gözəl, sizin də xidmətiniz elə bu Azərbaycanda çox danılmaz və sizin açığı deyək ki, ən gözəl işlərinizin də biri odur ki, ustalar gəlir, mebelləri yığır və sonda Tural bəy gəlir, özü çox savadlı bir insandır, gəlir, o mebelləri özü şəxsən ev sahibinə təhvil verir. Bu özü də bir şeydir. Özünüz bilirsiniz, yata bilmərəm. Mən bilirəm onu. Gec də olsa özüm gedib halallaşdıram bütün müştərilərimizə. Əslində, mən işimdən zövq alan biriyəm, özünüz də bilirsiniz. Təşəkkür edirəm, bəli. Tural bəy, çox sağ olun gəldiyiniz üçün, minnətdaram, var olasınız, Allah sizdən razı olsun, daimi var olun. Allah sizi qorusun və sizi də bizim sponsorluğumuzdan əski olmayasınız inşallah. Sağ olun, təşəkkür edirəm yanımızda olduğunuz üçün, bu gözəl gündə olduğunuz üçün, minnətdaram, sağ olun. Dəyərli izləyicilər, indi isə qonağımız sizə təqdim eləmək istəyirəm. Bizim qonağımız öz mahnıları ilə, öz xanımlığı ilə, öz şıltaqlığı ilə hamının sevdiyi, hamının özəl bir xanım kimi, özəl bir sənətçi kimi ona hörmət bəslədiyi, gözəl mahnıları ilə yadda qalan Günel Ələkbərovanı dəvət eləmək istəyirəm. Çox şad oldum. Sənin izləyicilərini də salamlayıram. Çox xoş oldu və bayram günü gəlmişsə. Çoxdan da belə şey yox idi. Yəni hər zaman canlı efirə belə bir görsən ki 20 dəqiqə, 40 dəqiqə gecikirəm. Bugün nə kəramətdirsə, hətta tez gəldim. Bəli. Bu arada MTV kanalımızın artıq bizim üçün MTV kanalı artıq doğma kanaldır.
Bugün ad günüdür. Təbrik edirəm. Başda rəhbərliyiniz olmaqla bütün əməkdaşlarınızı təbrik edirəm. İnşallah oyun olsun ki, 100 illiklərinizi qeyd eləyəsiniz. Təbii ki, sən də... Bir yerdə, hamımız bir yerdə. İnşallah, inşallah. Uğurlarınız, nailiyyətləriniz amin. bol olsun. Hələ təbrikdən söz düşmüşkən burada deməli, Paytaxt Bakı restoranın, xahiş edirəm göstərin, Paytaxt Bakı restoranına, şəxsən Paytaxt Bakı restoranının müdürü, adı yadımdan çıxdı, Pərviz bəyə, Pərviz qardaşımıza özləri təşəkkürümü bildirirəm ki, belə özəl gündə bizi yaddan çıxartmadı və hamıya da müraciət edirəm ki, Paytaxt Bakı restoranı Neftçilər metrosunun yanında olur. Neftçilər metrosunun yanındadır, yəni ailəvi orada yiyib, içib, öz cibinizə uyğun, dincəlib, canlı musiqilər dinləyərək orada əylənə bilərsiniz. İnşallah Günel xanımlar inşallah Paytaxt Bakı restoranına gələcəyik və orada bir gözəl yeməklərinin dadına baxacaq. Pərviz qardaşım, təşəkkür edirəm, var olun. Ay Günel, ay millət, sizə bir sirr açım. Bu Güneli çağırmışam bugün verilişə. Dünən gecə saat 5-də mənə zəng vurub. 5-də adam adama zəng vurar, ay sənə qurban, dedim görəsən nə olub, bu yəqin sabah verilişə gəlməyəcək. Yığın məni görüntülü, hardan yıxsa yaxşıdır, sən Allah hardan yıxsa yaxşıdır. Heyvan, zoopark nədir, adı nə deyirlər ona? Xəstəxana, International Hospital. Heyvan hospitalından. Ağlayır, ay qız nə olub? Deməli bunun pişiyi, balası qalıb bunun ayağının altında. Aparıb ona sistem qoşturmağa. Dedim Günel, səni görüm, xoşbəxt olasan. Məni səhər-səhər tezdən, ay Günel, doğrudan nə olmuşdu? Yox, çox pis bir şeydir. Çünki bilirsiniz necə, evdə əgər hər hansı bir heyvanı bəsləyirsənsə, fərqi yoxdur. İt, pişik, hətta xamyak belə fərqi yoxdur. Artıq o sənin üçün çox doğmalaşır, əziz olur. Ailənin bir üzvünə çevrilir. Sanki ailənin bir üzvü kimi olur. Dünən doğrudan da yəni, çox pis vəziyyətdə idim, həddindən artıq. Bunun da bu günləri məhz bir ay tamam olur. 5 balası var pişiyimin və ən aktivi də buydu da. Yəni ki, bir baxsan buradadır, balacadır, belə knopkadır. Elə ona görə də bir gəlib baxsan ayağımın altına oradadır, girib də. əl üzümü yudum, mən nə bilim gəlib çıxacaq hamama. Belə döndüm ki, üzümü silim, bir də baxdım ki, səs gəldi. Baxdım ki, o tərəfə atlanır, bu tərəfə atlanır. Yəni çox pis olduq. Elə xəstəxanada bilirsiniz də 24 saat çalışan xəstəxanalar da heyvanlar üçün, yəni yoxdur demək olar ki, biri var da, yəni mən belə bilirəm. Hardan hara tapdıq oranı, getdik, yəni çox pis oldum, çox məyus oldum. İnşallah ki, sakat falan belə şeylər olmaz. İnşallah, şikəstlik qalmaz. İnşallah ki, heç nə olmaz. Yəni, həkimlər də sağ olsunlar, çalışdılar. Zaten güvəndiyim klinikada, burada canlıdan da çıxıb gedəcəm yenidən pişiyimin ziyarətinə. Baladır da, körpədir, bilirsiniz, heyvandır da, dili yoxdur, ağzı yoxdur. Çox pis oldum, çox məyus oldum. İnşallah ki, heç bir şey olmaz. Ki çalışıram heç bir şey olmasın. Günorta 2-yə qədər xəstəxanada olduq və yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Həbibə, Nicata, Laliyə, Mənə saat 5-də dəli eləmirsən. Gülbəli Zeynalovaya, sənə, yanımda olan, mənə təsəlli verən bütün dostlarıma təşəkkür edirəm. Doğrudan da kimlərəsə bu biraz gülməli gələ bilər, amma doğrudan elə bir şey deyil. Heyvanı sevən insanın ürəyində mərhəmət olur, hətta yəni doğrudan da insanlıq olur. əhval-ruhiyyəm də heç o deyil, sözün düzü. Amma sən çox dəyərlisən, yəni gəlməliydim, gəldim. İnşallah ki, yaxşı olar. Qızım da çox məyus olub, yəni hamımız çox məyusuq hal-hazırda. İnşallah ki, Allahın köməyi ilə ki, sağalar, tam sağlam olar inşallah. İnşallah. Onda hal-hazırda qospitaldadır. Hal-hazırda qospitaldadır. Onda gedib dəyərik də bir işdən sonra. Buradan çıxandan sonra mütləq. Gedib dəyərik, inşallah. İnşallah. Günel, sənə belə bir sual verim. Buyur. Neçə il bundan qabaq etiraf verilişində olmuşsan, təxminən? Ay, lap çoxdandan, hətta yadımda daha bütün dəvət elədiyin qonaqların əksəriyyəti əməkdar artistlər, xalq artistləri idi. Kalifiyə sənətkarları idi, bəli. Mən də dəvət eləmişdim, yadımdadır, hətta mənə ağlatmışdın da. Bəli.
İndi bu dəfə mən səni ağladacağam. Məni? Niyə əhd eləmirsən? Əhd eləmirsən. Ağlatdın da səhər-səhər tezdən dedim, zəng vurdum 5-də dedim, yəqin verilişə gəlməyəcəksən. Canlı verilişdir. Ya bu başdan əgər məni İlham ağlatmaq istəyirsənsə, heç buna cəhd eləmə. Niyə? Çünki gözümün yaşı quruyub. Yox. Bu günləri bütün günü klinikada, dünən saat 4-də işləmişdən 2-yə qədər uca da ağlamışam, uca da göz yaşım Ay balam, biz ağlatmırıq tay. Ağlatmırıq. Uca güldürürsün. Artıq estafeti vermişəm başqa adamlara. Artıq mənim yerimə başqaları İlham ağladır. güldürür dostlar, uca ağlatmır. Ancaq güldürürük, pozitiv oluruq. Özdə xüsusi belə bir bayramlarda. Əlbəttə ki, mən istəyərdim ki, reklama nə qədər qalıb? Bir mahnıya vaxt olacaqmı? Söhbət edək hələ. Günel, deyir ki, ağac yarpaqlarıyla öyünür, insan övladlarıyla. Doğrudanmı bu belədir? Öyünür evladları ilə. Mən böyüklərdən üzr istəyirəm. Mən əslində çox sevirəm uşaqları. Yəni, çox istərdim ki, çoxlu evladlarım olsun. Amma Allah bütün balaları qorusun. Allah hər kəsin balasını qorusun. Arzusunda olanlara da nəsib eləsin inşallah. Mənim bir balamı da mənə bərkənlə, möhkəmənlə versin. Əlbəttə, evlad başqa bir şeydir. Yəni, insanın həyatı dəyişir. Tam olaraq insan səbirli olur. Məsələn, mən öncələr çox səbirsiz idim. Tez özümdən çıxırdım, amma artıq belə deyil. Özümdən çıxmağım biraz çətin məsələdir. Və evladımın sayəsində mən səbirli olmağı öyrəndim. Evladımın sayəsində mən daha güclü olmağı öyrəndim. Evladımın sayəsində həyata ümumiyyətlə baxışım tam dəyişdi. Evladımın sayəsində həyata tutundum. Nə bilim, valla bilmirəm. O evlad, yəni valideyn olan hər kəs bilir. Fərqi yoxdur, atalar, analar fərqi yoxdur. Amma evlad, Allah sənin də balalarını saxlasın, hamımızın balalarını qorusun. O başqa bir şeydir. İnsan dəyişir, insan başqa cür olur. İnsanın həyatı baxışı, yanaşmaqlar falan tam fərqli olur. Tam fərqli olur. Tam fərqli olur. Evlad üçün fəda etməyə hazır olur valideyn həmişə. Əlbəttə ki, əlbəttə. Həmişə. Allah tək ki, bizlərə can sağlığı versinlər. Bəzən, misal üçün deyirik də, indi bizdə artıq o dildə bir-birimizə qurban olum deyirik, evladıma canımı verərəm, falan filan. Yəni, evlad o qədər insan üçün əziz doğmadır da. Yəni, bir uşağa, körpəyə, düzdür, nə ana atanı əvəz eləyə bilər, nə ata-ananı əvəz eləyə bilər, amma ana biraz elə bir yarım pillədə olsa biraz üstədir. Çünki evlad... Təbii. Deyir, belə bir şey var, üzr istəyirəm, sözü unutma. Deyir ki, ata evdən getsə, divar yıxılar. Amma ana evdən getsə, ev viranə qalar, evin tavanı çökər. Tək ki, Allah Teala bütün valideynlərə can sağlığı versin, evladlarımızı istədiyimiz kimi boya başa çatdıraq. Çünki insanın canı sağlam olmasa o evladına baxa bilməz də, yəni heç mümkün deyil. Evlad, yəni ona görə elə Allah Teala bizlərə can sağlığı versin ki, biz evladımızı gözəl boya başa çatdıraq, gözəl təhsil verək. Və arzu edirəm ki, Allah Teala heç bir valideyni evladı ilə sınağa çəkməsin və bizə də yetəcək qədər ruzumuzu versin ki, biz evladlarımızın yanında nəsə görə utanmayaq və Allah Teala halal ruzu bərəkət getirsin. Bütün evladlaradır bu arzu, bütün evladlara, bütün valideynlərə. Bəli. Bütün dünyada yaşayan evladlar xoşbəxt olsun, canları sağlam olsun, yəni belə. Bizimkilər də onların içində. Amin, amin. Yaman qımışırsan ha. Nə barədə? Nə bilim valla, sözdə adam oxşayırsan. Yox, mənim sözüm zadım yoxdur. Ben niyə bir tərsən? Mən, yox, bir zat, yoxşuyum, normallə. Doğrudan, narahat olma. Oradan nətər görsən? Narahat olma, narahat olma. Yox, narahat deyiləm, qorxma, bilirəm, neçə gündür qorxudasan ki, bu verişə gələcək. Yox, məndə qorxuda yoxdur. Papacanı qorxma. Əmican, qəti qorxusu yoxdur. Qurban olum, mən, bu qız nə qorxularla üz-üzə gəlib, bu qız... Allah bundan sonrasını xeyir eləsin inşallah. İnşallah, keşke Allahın getdi hər teki şey. nəzəri bizim üzərimizdə olsun. Allaha qurban olum. Allahı tanımayana lənət. Yəni Allah
nə bilim, valla, yəni Allah o qədər böyük qüdrətlidir ki, tək elə bütün yaxşıların üzərində olsun Allah Teala. Allah Teala bütün yaxşıları qorusun. Mən bəzən bu sözü deyəndə hamı deyir ki, necə insan insandır da və yaxud kiməsə yaxşı şey deyirəm. Axı bir insan pisdirsə, bir insanın daxili kinlə, küdurətlə, paxıllıqla doludursa, mən ona yaxşı şeylər arzulayana qədər, elə yaxşıları arzulayaram, özümü arzulayaram da. Zaten Allah Teala o qədər qüdrətlidir ki, hər bir bəndənin ürəyinə görə verir onu. Hər kəsin. Və o da çox gözəl sözdür ki, Allah Teala sənin ürəyinə görə versin. Ürəyinə görə və əməlinə görə versin. Bəli. Gözəl duadır bu. Kimsə pisdirsə, o deyir ki, mən məni sevməyənlərə də, mənə xoşbəxtliyi arzulamayanlara da xoşbəxtliyi arzuluyuram. Niyə də, nə üçün? Niyə? Niyə görə? Elə o mənə arzulursa, elə onun 100 qatını ona arzuluram. Bax, mən həmişə deyirəm ki... Elə Allaha doyuluramsa, elə yaxın ətrafımda olan yaxşı insanlara görə doyuluyum. Bax, mən Günelmi həmişə deyirəm ki, Allahım, kim ki mənə, ailəmə, evladlarıma, nələri arzulayırsa Allahım, ona 10 qat, 100 qat artıq ver. Bax, inanın, bu çox gözəl duadır. Bu həmi alqışdır. Amma çoxları ondan qorxur o sözdən. Əlbəttə ki, içi kinli olan adam. Sənin ürəyinə görə versin, baxırsan ki, çünki hər bir insan özünü bilir. Təbii. Və elə bir şey var, o dəyişən insan heç vaxt dəyişmir. İnsan əgər deyir 7-dən 77, o heç vaxt dəyişmir. İnsanın hansı bir xarakteri varsa, yəni o dəyişmək mümkün deyil. O elə də... Necə varsa elə də qalacaq. Onda gəlin, reklamlara ayrılar, reklamlardan sonra qaydırıq, möhtəşəm bir musiqi və bir söhbətimiz olacaq. Reklamlar. Artıq 13 il yorulmadan sizinlə MTV kanalı çalışır və siz də yorulmadan MTV kanalına baxırsınız. Biri-birindən dəyərli verilişlər. Və sevə-sevə baxırlar. Və sevə-sevə. İnanıram ki, sənin verilişinə sevə-sevə baxırlar, səbirsizliklə gözləyirlər. Əsasən nəyi gözləyir? Görəsən bugün bu kimi ağladacaq. Görürsən bugün Gülərə ağlada biləcək. Amma Gülər elə bir vaxta gəldi ki, bugün ağlamalı gün deyil də. Sevinməli gündür ki, bu dəfə bəxtim gətirdi. Bəli, bu dəfə sənin bəxtin gətirdi, amma səni bir daha təzədən çağıracaq. Çünki bayram abıfası ilə ağlamaq olmaz. Ümumiyyətlə, Gülər, mən açığı deyim, etiraf deyəndə hamı elə bilir ki, elə gedib orada İlham Mirzəyev olaraq ağlar. Yox, valla. Bax, şəxsi həyata yeri gələndə məhrəm olan şeylərdən danışırıq, naməhrəmdən danışmırıq. Elə şeylər var ki, olmur. Otururuq, insanın fəlsəfi düşüncələri var, psixoloji düşüncələri var, o qədər gözəl söhbətlərimiz var. Sənətdən danışmaq lazımdır, yaşam tərzindən, ümumiyyətlə fəlsəfi fikirlərə daha çox üstünlük verilməlidir. Məsələn, elə müğənni var ki, gözəl oxuyur, amma danışıq yoxdur. Onda o məcburam, onu çox oxutduram ki, qoy vaxt itirim də, amma sən elə bir insansan ki, səni mən illərlə tanıyıram və illərlə də dostluğumuz davam edir. Mən səni karifey sənətkarların sırasına saldım. Niyə görə? Çünki sən hələ balaca uşaq idin, efirdə idin. Və səni, mən gözüm açandan səni efirdə görmüşəm. Şükür canım, gəl göz cibimə. İndi sən yaxşı söz dedin, yoxsa pis söz dedin? Yox, indi nə deyim? Yaxşı dedin, pis dedin, tuta bilmədim. Yəni, tuta bilmədim deyəndə ki, mən səndən... Bir də ay İlham, sözə qüvvət, baxırsan ki, bığı burma kişidir, nə bilim, neçə yaşında adım verib və yaxud qadınlarda baxırsan ki, xeyli bir yaşı başı var da. Günel xanım, gündür bunları mənə şirin yer. Günel xanım, inanın, mən uşaqlıqdan sizin fanatınızam. Belə baxıram ki, ay qurban olub, biri əkədvil kişiyə oxşuyur, biri də nə bilim. Anamdan da, yəni anam ondan qalacaq. Bilirsən, nə yadvat işdi, nə yadvat işdi. Elə etiraf verilişində, Allah rəhmət eləsin, məkanı nurladı olsun, böyük karifey sənətkarımız İlhamə Quliyeva. Məkanı cənnət olsun. Deməli, oturub, indi sən olmayasan, belə də elə bir... O mənim üçün çox dəyərlidir.
ha. Baxmayaraq ki, dünyasını dəyişib, məkanı cənnət olsun. Bəli. Hələ də elədir. Çünki bəziləri var ki, o çoxları, o da onu şəxsən tanımayan insanlar var ki, onun sağlığında onun yanından keçib salam verməyə çəkinən insanlar var ki, bugünkü gündə baxırsan ki, rahat şəkildə onu müzakirə eləyirlər, ondan nəsə danışırlar falan filan. Amma onu yaxından tanıyan insanlar bilir ki, daxili aləmin. Daxili aləmi bambaşqaydı. Uşaq kimidir. Sözə hər sözə inanırdı. İndi gör nə deyirəm də. Oturmuşuq, İlhamə Quliyevada etirafdadır. Qayıtdım, dedim ki, İlhamə xanım, mən uşağı idim, doğrudan uşaq idim. İlhamə Quliyeva Şirvana gəlmişdi. Yaşıl teatrda konsert verirdi. Mən də oturmuşam qabaqda, bir dənə o zapiska verdim ona ki, balaca bir kağız verdim ki, mənim balam xalasına bənzəyir, onu oxusun. Mənim balam xalasına bənzəyir. Belə bir mahnısı var idi. Birdən İlhamə Quliyevanın üzü döndü. Dostuyduq axı, özün bilirsən də. Üzü döndü. Yox, sən elə sən elə 40-ın çıxmamışdı, ana onun qucağındaydın. Amma doğrudan deyiliydi ki... Amma doğrudan da bizim çox dəyərli sənətkarımız idi. Amma yeri də bilinir indi hal-hazırda. Sənətkarımız idi xanım İlhamə Quliyeva. Yəni doğrudan da yeri görür. Yeri görür, bəli. Ən əsas da bax, hal-hazırdakı vəziyyətdə daha çox yeri görsənir. O deyir, üzr istəyirəm, ifadəmə görə deyir, atlar ölüb itlərin bayramıdır. Yəni doğrudan da bizim show biznesimizdə... Hamını otuzdururdu öz yerində. Yəni onun yeri çox görsənir. Mən düşünürəm ki, o bugünkü gündə yaşasaydı, sağ olsaydı, show biznes çox təəssüflər olsun ki, acınacaqlı da olsa deyəcəm ki, artıq Azərbaycanda show biznes deyə bir şey tükənmək üzrədir. Artıq show bazardır. Yəni show bazara çeviriblər. Baxırsan ki, efirlərə bazar söhbətlərini daşıyırlar. O ona, bu buna falan filan. Amma mən düşünürəm ki, buna bir dur deyən biri olmalıdır. İnşallah olacaq, təmizləmə gedəcək. Onu zamanında eləmək lazımdır. Baxın, bugünkü gündə bizim sözü gedən populyar müğənnilərimiz var ki, məhz show biznesin yaranmağında onların böyük rolları olub da, əməkləri var. Bugünkü gündə onlar belə efirlərdə gileylənirlər yeni çıxan müğənnilərlə bağlı. Amma mən düşünürəm ki, zamanında bizim show biznesin yaradıcıları var. Aygün xanım Kazımova, Zülfiyə xanım Xanbabayeva, Faiq Ağayev, Samir Bağırov, bir çoxları da indi Brilliant xanım Dadaşova, bu kimi sənətkarlarımız zamanında bəzi şeylərə dur desədilər, indi bu hala çevrilməzdir. Çünki ən çox onların haqqıdır. Çünki onlar bu Azərbaycanda show biznesinin yaranmasında böyük rolları olub. Ay balama, onlar da neynəsin? Yox, eləməlidirlər. Deyir ki, abırsızdan aburu gözlə. Onlar da yazdıqlar qaldılar ortalıqda. Yox, amma məncə dur desəydi. Çünki bizim Azərbaycanımızın musiqi mədəniyyəti, yenə deyirəm, yəni belə şeylərdən ibarət deyil, doğrudan da. İnşallah ki, biz bunun təmizlənməsini görəcəyik inşallah. İnşallah, düzdür, belə yaxın gələcəkdə o nəsə görsənmir. Amma mən düşünürəm ki, zamanında bax bizim bu bal adlarını sadaladıqlarım, bu bal sənətkarlarımız zamanında müdaxilə eləsəydilər, valla belə olmazdı. Hər şey, efir çizurası da yerində olardı, bizim gözəl mahnılarımız da yerində olardı. Yəni biz də oxuyuruq, valla mən də oxuyuram, toyda falan olduğum vaxtı mən də oxuyuram. Təskin diski mahnılar, amma efir başqadır da. Toyun toy yeri var, efirin efir yeri var da, düzdür. Efir çizurası mədəniyyət. Düz, mən verəcəyim suala yaxınlaşdım. Bəzən sadə olmaq insana ziyandır, yoxsa insanın xeyrinədir? Sadə olmaq insana çox ziyandır. Niyə? Həddindən artıq ziyandır. Çünki bilirsiniz necə, bəzən o insanlar deyirlər ki, elə mən də öncələr belə düşünürdüm ki, sadəlik gözəlliyidir. Hər zaman insan sadə olmalıdır. Amma bizdə çox təəssüflər olsun ki, sadəliklə səmimi olmağı qarışdırırlar. Səmimi tam başqa şeydir, sadə başqa şeydir. Səmimi ola bilərsən, insan söhbət eləyər səmimi, insan nəyisə açıqlar səmimi, insanın insanlarla münasibəti səmimi ola bilər. Amma sadəlik tam başqa bir şeydir. Mən düşünürəm ki, indiki zamanədə, daha doğrusu burada zamanəlik heç nə yoxdur, insanların dəyişməlidir. Zaman həmən zamandır, insanlar dəyişib.
Amma düşünürəm ki, sadə olmaq heç də yaxşı bir şey deyil. Bəzən mənə elə gəlir ki, sadəliyi acizi ilə başa düşürlər. Bir və sadə insan sadə olanda o insandan çox istifadə edirlər. Aha. Amma biraz ki özü belə yuxarıdan Onda da aparırsan, deyirlər yekəxanadır. olsun. Amma onu sənin arxanca deyirlər ki, bax, üzvə heç kim deyəmir, arxaca deyirlər ki, bu var, bu yaman yekəxanadır. Belə özündən razıdır, belə çox belə, amma görəndə hörmətlə yanaşırlar. Amma sadə olanda baxırsan ki, kimləsə səmimi münasibət göstərirsənsə, onu ondan istifadə edir. Çox təəssüflər olsun ki, yəni artıq elə bir cəmiyyətdə yaşayırıq ki, insanlar sadəlikdən sui-istifadə edirlər. Bu da düzgün olmayan bir şeydir. Çünki bir insan özünə dəyər verməlidir. Özünü nə qədər ucadan tutsa, o qədər ona qarşı hörmət daha çox olar. Arxanca sən kimsə deyəcək, özündən razıdır və yaxud özünü dartır, ay belə elə. Amma hamı sənə hörmətlə yanaşacaq. Amma sadə olan insana elə deyil. Yaxşı, Günel, gəl belə eləyək. Tutaq ki, bir yerdə çalışırıq. Bir yerdə çalışırıq və səninlə mən, məsəl üçün, deyək ki, sən mənim bir neçə pillə yuxarıdasan məndən. Mən də adi elə bir günə ki, aparıcıyam da, bax səndən. Yaxşı, mən sənin ayağının altını qazıram, özü də bilmədən. Məsəl üçün ona, buna, sənin haqqında xoşa gəlməyən sözlər deyirəm ki, qoy cəmaatın sənə qarşı aqressiyası olsun da. Yəni, Günel həqiqətən insandır. Günel həqiqətən insanlara dəstək olur, kömək olur, əl tutur. Məsəl üçün, kimisə qabağa çəkir, Allah xatirinə edirsə. Amma mən paxıllığımdan istəyirəm ki, yox, Güneli yıxmaq lazımdır. Onun əleyhinə bəzi şeylər eləyib ki, qoy Güneli gözdən salım. O nə dərəcədə doğrudur? El adam demək olarmı? Yox, o adam demək olar, amma insan yox. Adam demək olar, amma insan yox. Mən düşünürəm ki, ümumiyyətlə, ruzunu verən Allahdır. Kimsə çörəyinə bais olursa və yaxud ona pislik eləməyə çalışırsa, birincisi, düşmənçilik eləyəndə mərd-mərdanə eləmək lazımdır. Arxadan düşmənçilik o nə qadına yaraşan bir şeydir. Ən xüsus da özünə hörmət eləyən, öz şəxsiyyətinə hörmət eləyən insana da nə xanıma yaraşar, nə də kişiyə yaraşar. O düzgün olmayan bir şeylər. Adam indi insanların fikirləri başqadır da, müxtəlifdir. Əlbəttə ki, düzgün olmayan bir şeydir o. Yəni olmaz. Ümumiyyətlə, çox vaxt deyirlər ki, dünyanı sevgi xilas eləyəcək. Düzdürmü? Bu sözlə razısanmı? Valla sevgi çox var. Sevgi var, nə bilim, vətənə. Anaya var, ataya var, balıya var. Falan. Amma iki nəfər arasında, əgər qadın-kişi münasibətindən gedirsə söhbət... Aha, bir dəqiqə, üzr istəyirəm, qadın-kişi münasibətindən gedir. Amma reklamlardan sonra, olarmı? Reklamlardan sonra bu sevginin münasibətləri deyiləcək. Reklamlar. Bu günləri, deməli, əziz tamaşaçılar, bir dənə bir sirrin üstünü açıram. Bugün Günel mənə deyir ki, nə geyinim gəlim, dedim, Günel, sən bilirsən də mənim verilişimə normal geyinmək lazımdır. İnanın ki, pencəyi çıxarsa müsibət olar, amma pencəyi gücdən geyindirmişəm ona. Mənə bax, istəndirəcəksən, çıxardacaq. Yox, onda sənin köhnə kadrlarını verərəm efirə. Niday bok, nə sual verin, bir gördün ki, pencə çıxdı. Yaxşı, qalmışdıq kişi qadın sevgisində. Hə, oradan başlayaq. Ümumiyyətlə, xanım, yəni kişi-qadın sevgisindən gedirsə söhbət, o sevgi maksimum olur, müddəti 3 il, 4 il falan filan, belə. Bir ömür boyu o sevgi, o ehtiras, o istək olmur. Sevgi olur, mənim düşüncəmdə belədir də, bəlkə kimdəsə necəsə fərqlidir. 3 il, 4 il olur, sanki elə bilsən ki, nəfəs alırsan o adamla, onsuz yaşaya bilməzsən, onsuz qala bilməzsən, amma heç kim dərdindən ölməyib. Doğrudan mı? Amma artıq o sevgi, məhəbbət, ehtiras artıq hörmətə bağlanır. Düzdür, daha böyük sevgi olur. Çünki istər-istəməz evlad olur, evlad bağlayır münasibətləri bəzən. Hər zaman da bu belə deyil. Çünki bəzən olur ki, bəzi xanımlar da var ki, məhz düşünürlər ki, əgər mənim bir evladım olsa, həmin o kişi mənə bağlanacaq falan filan. Yəni, bunlar elə bir şey olmur. Yəni, elə hətta... Yaxşı.
Günel Məhərrəmova. Ələkbərova. Ələkbərova. Harda? Harda? 2 dəqiqə də qala bilmərəm. Yox, sən Allah, mən papağımı deyim, bu adsaları Yox, gəlmərəm. elə o da bizim özümüzkidir. Xanım da çox gözəl müğənnidir. Şeydir, Günel Məhərrəmovanı buradan salamlayırıq. Salamlayırıq Günel Məhərrəmovadan. Yəqin inşallah bir gün o da gələcək. Onu da dəvət eləsə, zəhmət olmasa ona da Ələkbərova deyərsən. Baxıcıyam. Yaxşı, Günel Ələkbərova. İlk Aycan. ən böyük partlayış sevgisi neçə yaşında yaşayıb? Təxminən. Valla mən desəm ki, belə, yox, əslində mən bilirsiniz necə, belə hər dəfə sevəndə deyirəm ki, yox, elə deyəsən sevgi budur. Doğru, hə? Amma, yox, məncə düşünürəm ki, ən böyük sevgim olub uşaq vaxtında, o vaxtı Dom Pionierdə oxuyurdum, 5-6 yaşım var. Pioner evində, bəli. Uşaqlar uzaq dursun ekrandan. Onda uşaq sevgisi olur da. O sessiz. O yadımdadır, Dom Pionierdə oxuyurdum. Bizimlə bir oğlan oxuyurdu o da. Mustafa adında bir oğlan idi. İndi uşaq idim. Ay Mustafa, vay Mustafa. Mən onu sevirdim və onun qardaşı da Tural var idi. Və mənim xalamın oğlu dünyaya gələndə, mən də nənəmin, babamın ən sevimli nəvələrindən idim. Biraz belə ərkəsön böyüdürdülər. Mən demişlər ki, adı sən qoy. Mən də məhz uşaq idim də, nə bilim. Mustafanı sevirdim deyənə, şübhələnməsinlər evdəkilər. Ağlı baxayım mən də sən o vaxtda. Sən çox. 5-6 yaşında. Mən bilirdim bu uşaq böyük bir mankör olacaq. Şübhələnməsin deyənə, məhz Mustafanın qardaşı Turalı adını Turala xalam oğluna qoydu. Bu arada da etiraf elədim. Yəni Tural, əziz qardaşım. Sənin adın yəni belə alınıb olub. Nə oldu bəs o sevgi? Uşaq idim də, nə sevgim olacaq? Heç o mənə baxmırdı da. İndi uşaq idim də, zaləmdə elə bildim ki, sevirəm onu, o da məni sevir. Sonra böyüdün. Balacalı uşaqdır. Böyüdün. Mənim sevgim olub, nə bilim, valla bilmirəm. Ümumiyyətlə, xanım elə bir varlıqdır ki, hər zaman kimdən diqqət görürsə, qayğı, sevgi, diqqət, kimin yanında arxayın olursa, kimin yanında özgüvənli olursa, o insana bağlanır, o insanı sevə bilir. Və düşünürəm ki, tək bu mənim düşüncəm deyil. Çoxları yəqin ki, mənlə razı olarlar ki, xanım nə qədər güclü olursa olsun, xanım nə qədər güclü olursa olsun, hər bir xanım istəyir ki, onun yanında ona dayaq olan güclü bir kişi olsun həyatında. Yəni. Çünki qadınlar nə qədər də güclü olsa, qadınlar, xanımlar zərifdirlər də. Yəni, nə qədər güclü xanım olursa olsun, hər bir güclü xanımın belə böyründə, yanında güclü bir kişiyə ehtiyacı var. Elə güclü kişiyə də, hər bir kişiyə də güclü bir xanım lazımdır. Və ən böyük sevgim də əlbəttə ki, qızımın atasına olub. Təbii ki. Çünki elə o olub ki, bizim evladımız var, bəhrəmiz var. Sevgidən doğulan uşaq, ona görə də şirin olur. Bəli. Amma sizə bir söz deyim, vallah, billah, nə xoşbəxtçiliyi axıra qədər qalmır. Nə o, əgər Leyli ilə Məcnunun əli-əlinə dəysəydi, heç vaxt Leyli Məcnun dastanı olmazdı. Ruslan və Lyudmilanın əli-əllərinə dəysəydi, o əfsanə yaranmazdı. Əsli Kərəm bir-birinə qovuşsaydı, o yaranmazdı. Məhəbbət olur. Mən deyərdim ki, həyatda bir-birinə, istər ailədə, xanımın bəyə, bəyin xanıma, ümumiyyətlə birinci diqqət olmalıdır. Bəli. Hörmət olmalıdır. Hörmət, diqqət, izzət, qayğı olmayandan sonra sən sevsin, boş yerə qıskansın. Amma Gülür, hörmətdən, diqqətdən sonra sevgi yaranır. Amma necə deyim, hörmət olmadı, o sevgilə sevgi sayılmır. Hər bir münasibətdə elədir, elə dostluq münasibətdə də, hər bir iş münasibətdə, həmişə hörmət ən önəmlidir. Gəl bura, canım, gəl bura. Hara aparsan? Ayaq üstə salamlaşmışdıq. Günel, mən sənə öz təşəkkürümü bildirirəm gəldiyin üçün və bu günləri özəl gündə, bugün Doğma kanalımızın, MTV kanalının 13 il
artıq onun üçün çalışır, xalqına, millətinə, dövlətinə, dövlətçiliyə xidmət edir və bu kanal... Bizim də doğma kanallarımıza çevrilib. Bəli, hamının doğma kanalına. Artıq son illərdə artıq birinci musiqi kanalı kimi yaranan bu kanal artıq öz verilişləri ilə, filmləri ilə, müxtəlif janrda proqramları ilə xalq içində sevilir. Və inanıram bundan sonra da seviləcək. Bu da bizə qayğı göstərən rəhbərin və bizim əməkdaşların sayəsində və bir daha bizim rəhbərimiz başda olmaqla bütün əməkdaşları, MTV kanalının bütün əməkdaşları, hamınızı təbrik edirəm. Sizə uğurlar, can sağlığı, yaradıcılıq uğurları və belə davam eləyək həmişə. Amma əzizlərim, sonda ulduz falımız olacaq. Günel xanımı mahnı ilə yola salırıq. Amma ulduz falını, həftəlik ulduz falını unutmayın ki, hər bazar günü ulduz falımız olacaq. Günel xanım sağ olun, sağlıqla qalın.